Dəmir barmaqlıqlar belə onların qanun pozuntularını işıqlandırmasına mane ola bilmir. Təcridxanadan xəbər hazırlamaq üçün ən vacibi diqqətlə müşahidə aparmaq, gözlərini, qulaqlarını açmaqdır. İstintaq təcridxanasında internetə çıxışı olmayan azərbaycanlı jurnalistlər Azadlıq Radiosuna həbsdə xəbər işini necə gerçəkləşdirdiklərini danışıblar. Xəbəri hər yerdən tapmaq olar. Özəlliklə də hər şeyin gizlədildiyi təcridxanada saxlanırsansa. Biz göstərdik ki, jurnalist elə hər yerdə jurnalistdir. Saxlansaq belə buradakı qanunsuzluq, insan haqları pozuntuları, qanunsuz fəaliyyət, korrupsiya, zorakılıq və s. gizli qalmayacaq. 2023-cü ilin noyabrından həbs edilmiş 20-dən çox jurnalist bir sıra iqtisadi cinayətlərdə ittiham edilir və həbslərini peşə fəaliyyəti ilə bağlayırlar. Beynəlxalq insan haqları qrupları Azərbaycan hakimiyyətini mülki azadlıqlar və ifadə azadlığına kütləvi təzyiqlərdə ittiham eləyir. Azərbaycan hökuməti mətbuat azadlığının durumu ilə bağlı tənqidləri rədd eləyir. Prezident İlham Əliyev 2024-cü ilin aprelində deyib ki, Azərbaycan media mühitini xarici mənfi təsirdən qorumalıdır və hər bir kəs qanunlara əməl etməlidir. Hakimiyyəti irsən almış Əliyev neftlə zəngin bu avtoritar ölkəni 20 ildən çoxdur ki, idarə eləyir. Onun hakimiyyəti azı 5 media orqanı, Abzas Media, Toplum TV, Meydan TV, Kanal 13-ün jurnalistlərini hədəf alıb və Azadlıq Radiosunun jurnalisti Fərid Mehralızadə də həbs edilib. Bu yaxınlarda isə BBC, Amerikanın Səsi, Bloomberg və Rusiyanın Sputnik Dövlət Xəbər Agentliyinin jurnalistlərinin akkreditasiyaları ləğv olunub. Abzas Medianın baş redaktoru Sevinç Vaqif qızı 2023-cü ilin noyabrında İstanbuldan qayıdarkən Bakı aeroportunda saxlanılıb. 35 yaşlı Vaqif qızı həbsdə də jurnalistlik etmək qərarına gəlib. Biz əminik ki, hakimiyyət nümayəndələrinin bizim həbsdəki jurnalist fəaliyyətimizdən xəbərləri var. Yazdığımız yazılar bizə qarşı təzyiqləri, nəzarəti artırsa da, əvəzində təcridxanada saxlanılan şəxslərin vəziyyətini müsbətə doğru dəyişir. Abzas Medianın jurnalistləri deyir ki, sakit dura, ətrafda baş verənləri görməzdən gələ bilməzdilər. İndiyədək onların məhbuslarla rəftar, tibbi xidmətin olmaması, zorakılıq halları ilə bağlı yazıları dərc olunub.